Xavər xanım? Geç otur. Siz necə gəlmisiniz? Yadındadır. Həyətimizə gəlib dava salmışdın ha. O sualı biz sənə vermişdik. Qorxudan cavab verməmişdin. İndi o sualın cavabını bilirəm. Doğrudan? Onda deyim mən də bilim də. Deyim də. Ləman. Başa düşmədim. Nə demək istəyirsiniz? Sən Ləmanla sevgili olmusan? Cevap ver də. Niyə danışmırsan? Aranızda nə olub? Mən başa düşmədim. Siz bunları məndən niyə soruşursunuz? Hı? Gedin Ləmandan soruşun da. Nəyi necə eləyəcəyimi səndən soruşacağım. Lazım bilsəydi Ləmandan soruşardım. Məqsəd? Oğlum Ləmanı sevir. Onunla evlənmək istəyir. Amma mən istəmirəm. Bizə yalan deyib, keçmiş həyatını gizlədən qız lazım deyil. De görüm aranızda nə olub? Danış. Mən bunu bilməliyəm. Mənə baxın oğlan. Aranızda nəsə olubsa de, məndən gizlətmə. Oğlan, mən səndən bir ana kimi xahiş edirəm. Mənə düzün de. Aranızda nəsə olub? Gizlətmə, xahiş edirəm. Ben onu canımdan çok sevirdim. Biz sevgiliydik. Çok şey aldık Toğrul. Yani bu kadarına ihtiyacı yok idi. Yəni bu nədir ki? Gərək başqa şeylər də alardıq. İmkan vermədin. Mənim üçün əsas olan bu hədiyələr deyil, sənin sevgindir. Mən onsuz da səni həmişə sevəcəm. Hoş gelmişsin ayol. Salam Cəmilə xala, necəsiz? Sen necəsən? Sağ olun, siz İşin necəsiz? gücün. Sağ ol bala, yaxşıyam. Allah Yaxşı razı olasın. olsun. Hə? Ay maşallah, ne kadar şey almışsınız belə.
Vallahi birazdan siz bu eve paltar mağazası açacaksınız. Cəmil xala Ləman bunlardan da gözəllərinə layiqdir. Çok sağ ol Aybalı. Allah senden razı olsun. Sizdən. Oğlum, açlığın varsa yemeğe zat getirin koyun. Çay, çöreği ye biraz. ha? Yox, çox sağ olun Cəmil xala. Şirkətə gedəcəm. Ha, özün bil bala, ben yine diyeyim de. Bilirsən nə qədər gözəl şeylər almışıq. Sağlığı ve kısmet kızım. Çox sağ ol. Laf yaxşı, əcəb eləmiş. Oo, Toğrul. Oğlum hoş gelmişsin. Salamız Cəmil, necəsiz? Salam, salam. Siz necəsiz? Sağ olun, yaxşı olasınız. Yaxşı olun ha. Ne oldu? Restoran meselesini həll bildiniz? Hə, həll elədik, behni də verdik. Ha, laf yaxşı, laf yaxşı. Ana, gedək mən sənə göstərim bunları. Gel kızım gel. Kömək eləyim sənə. Mən bunları Ver. Ay sağ ol. belə Əyləş oğlum, ayakta durma. Yox, narahat olmayın Cəmil. Gedəcəm. Nəsə olub oğlum? Xeyir deyil. Rızam, sizdən bir söz soruşmaq istəyirəm. Ha, buyur. Restoran pulunu kimdən almısınız? Nurlan, mən başa düşmədim ha. Aranızda yalnız sevgili münasibəti olub. Mən uşağam. Hı? Sizə yalan danışım. Nə var dedim də. Yox, yox, dayan görüm. Mən başqa şeylər eşitmişdim. Bilirsiniz necədir? O ilk dəfə bizim mağazaya gələndə mənim diqqətimi cəlb elədi. O başqa qızlar kimi deyildi. Tam fərqli qız idi. Düzdür, mən nə qədər çalışdım, vuruşdum ki, onunla aramızda nəsə olsun, amma yaxınlıq vermədi. Dayan bir dəqiqə, sən bizə Ləmana görə gəlməmişdin ki? Yox. Mən heç Ləmanın orada olduğundan xəbərim yox idi. O dəfə də dedim axı. Mən gəlmişdim Toğrul'la mağaza söhbətini danışmağa. Belə çıxır ki, aranızda heç nə olmayıb. Yaxşı. Çox sağ ol. İnşallah buradan tezliklə çıxarsan. Sağ olun. Sen ona ne dedin ki o inandı böyle çıktı gitti? Ha? Olsa qurban olaram, darıxırsa gələm məndən təri. Uy, bəşiqət dönüb sən. Məni kim oğlanın tər adam darıxırdın ha? Az tova kənddə adam qalmayıb, bütün qızlar qırılıb ey. 3-4 dənə qız qalıb, onlar da hər gün saç yolcusundadır məndən təri. Amma mənim gözüm səndədir, narahat olma. Ata yaxşı da. Sənə də söz demək olmur. O saat özünü tərifləyirsən. Bazarlığa getmək lazım idi. Mən də yığdım ki, görüm hardasan. Əgər işin yoxsa gəlib məni götürərdin, gedərdik. Hə, qoy Xavər xanımı gətirim. Ondan sonra gedərik bazarlığa. Sən canım, o qırmızı donun var, qabağında muncuqları var, yeriyəndə şak qıldıyır. Onu da geyinərsən, yaxşı, oradan da çıxıb restorana gedərik. Hardasınız ki? Bayaqda xəbərdir, evdən yaman tələsik çıxdı. Az, Xavər xanım bilsən hara gəlib. Gəl dalımca. Cavab verin də Rızami. Bir tanışım var idi. Zəng elədim ona. Vəziyyəti başa saldım. O da sağ olsun. Çox yaxşı insandı. Çıxartdı verdi o saat. O tanışınız kim idi? Rızami,
Mən sizin kiməsə borclu qalmağınızı istəmirəm. O adamın kim olduğunu deyin, gedib borcu qaytaraq. Yo, ehtiyac yoxdur. Qoy bu obyekt məsələsi düzəlsin. Yaxşıca qazanım, aparıb özüm borcumu qaytaracağım. Narahat olma sən. Həm də ki, həmin adam məni tələsdirmir ki. Deyir nə var imkanın olsa onu da qaytararsan. Uzatmayaq da Rıza əmi. Xahiş edirəm, pulu kimdən almısınız deyin. Çox qəşəngdir, hə? Hə, qızım, çox mübarək, sağlığına. Çox sağ ol. Amma indi bunları mənim şkafıma qoysaq, bu köhnələr, bunlar nə edəcək, yer çatmayacaq. Qızım, eyb yox, mən bunları yığaram, bir ehtiyacı olana verərəm. Ha, onlar əslində yaxşı fikirdir. Onsuz da bunlar çoxdan dəbdən düşüb, indi belə şeylər geyinə yoxdur. Çox qəşəngdir. Hə, qəşəngdir. Niyə elə dağıdırsan, day? Əziləcək axı. Yaxşı bala, götür özün yığ. Mən də sənin bu bəyənmədiyin, dəbdən düşmüş paltarları yığım da. Daha sənin bunlara ehtiyacın yoxdur. Niyə elə deyirsən? Qızım, mən səni çox yaxşı başa düşürəm. Sən kasıbçılıq, ehtiyac içində böyümüsən. İndi şükür Allaha, gözəl həyat yaşayacaqsan. Amma bir şeyi unutma. Bax, bu bahalı əşyalardır, varlı həyatdır. Hamısı gəldi, gedərdi bala. Əsas insanın daxili təmiz olsun. Daxili çirkin olan insan nə qədər bahalı geyinsə də, gözəl geyinsə də, vallahi qızım çirkin ingizsə də bilməz. Bir şeyi heç vaxt unutma. İnsanın daxili həmişə təmiz olmalıdır. Düz deyirsən. Dayı, niyə uzadırdınız ki? Bir kəlmə deyərdiniz ki, Lalədən almışam da. Mənə qalsa deməzdim. Sən də əl çəkmədin, ona görə dedim. Nəysə, fikir eləməyin. Mən özüm əl eləyəcəm. Çox sağ ol oğlum, çox sağ ol. Oldu, mən gedim Rıza əmi. Şirkətdə işlərim tökülüb qalıb. Hə, Allah işini avan diləsin. Gedək mən səni yola salım. Buyurun, buyurun. Keç. Atana da salam deyərsən məndən. Bax, sən nənəmi? Sən nə dedin ki, Xavər inandı getdi? O hər şeyə inanan deyildi. Olmadı ki. Ne dedin onu dedim de. Kişi inanmasaydı sorgu suala tutardı da. İnandı ki çıktı gitti de. Əsəbləşim eləmə, belə. Mən sənə üçün deyirəm. Həm səhhətinə ziyandır, həm də ki, mən nə deyirəmsə, nə eləyirəmsə, ancaq sənin xeyrini eləyirəm. Mən sənin tərəfdəyəm. Nəyi mənim xeyrim edirsən, ha? Mənim xeyrim edirsənsə, məni bu xarabadan çıxart. Nişan gününə qədər. Başa düşdün? Sən nə dedinsə, mən onu elədim. İndi də zəhmət çək, mən nə deyirəmsə, sən onu elə. Sən narahat olma, mən buradan çıxım, onların burundan gətirəcəm hər şeyi. Hara gedirsin belə? Ləmanla görüşəm. Buyur. Parkda gəzəcəyik biraz. Məzələnə sən hara gedəcəm? Gədə mənə gic eləyib bu gədə mənə. Alo. Necəsiz Cahangir müəllim? Bağışlayın, sizi narahat edirəm. Hə, salam. Yaxşılıqdır, sağ ol. Siz necəsiz? Sizə necə kömək edə bilərəm? Həbsxanadan zəng vururam. Bayaq öyrəndim ki, Xavər xanım bura gəlib. Başım qarışıq olduğu üçün üzürlü sayın Xavər xanımı qarşılaya bilmədim. Nəsə olub, nəsə problem var? Xavər xanım həbsxanaya gəlib. Bəli, Cahangir müəllim.
Xavər harda qaldı, gəlib çıxmadı. Getdiyi yerdə yapışıb qalır. Xala, Nə var? xala nə olub? Xavər xanım hələ gəlməyib. Sən niyə onu gözləyirsən ki? Heç nə olmayıb Lalə. Gedişinlə məşğul oldu. Xala, pis nəsə baş verib? Nə baş verməlidir ki? Xala, məndən heç nə gizlətməyi. Sən axır vaxtlar Xavər xanımla çox yaxınsan. De görüm siz nə edirsiniz belə? Yoxsa sən Ləmanla Toğrula görə belə... Ay qız, nə güc-güc danışırsan? Mənim Ləmanla Toğrulla nə işim var? Bəxtəvər başıma. Öz dərdim özümə bəsdir. Mənim fikrim uşağım deyə. Bir iş ümid oldum sənə, onu da eləmədin. Toğrul dilindən düşmür. Yatanda Toğrul, duranda Toğrul, elə bir dilində Toğrul bitib. Xala, mən neyiniyim? Samirə zəng elədim, gəlmədi də. Ona dedim ki, Nuray ilə oturmuşuq parkda. Qolundan tut gətirəsi deyildim ki. Mən sənə dedim də neynə? Dedim ki, Nuray ilə danış, bu işi yoluna qoy. Getsin anası ilə danışsın. Mən neyniyim? Bilmirdin neyniyəsən? Xavər xanım. Salam Xavər xanım. Əgər icazə versəydiniz Muradı parka aparardım. Hər gün park olar. Sən desən gəzməyə bəhanə axtarsan ha. Yox. Sadəcə həkim tapşır, baxın Muradı tez-tez çölə çıxardım. Təmiz hava ona xeyirdir. Yaxşı. Sən gəl yuxarı. Gəlirəm Xavər xanım. Xala, Xavər xanım niyə mənə əsəbləşdi ki? Ay qız, onun səndən nə işi var? Dərdi səli eləsənsən. Allah bilir kimə hirslənib gəlib acığım bizdən çıxdı. Gücü bizə çatır. Nəsə, gedim görüm nə deyir, işinlə məşğul olun. Sağ ol Şahin. Gərək evə gedərdik, orada çay içərdən də söhbət eləyərdik. Yox, elə bura yaxşıdır. Ev yox, heç kim görmür, eləmir, qəşəng. Elə burada danışarıq səninlə. Nə danışacaq ki? Mənə verdiyin sözü tutmağın vaxtı gəlib çatdı. Nə yazırsan? Nədir? Obyekt üçün ad axtarıram da, belə samballı. Hep baxın görüm nə yazmısan. Bu nədir? Nədir? Rıza Əmlak, Rızanın məkanı, Rıza MMC, Rıza ev dünyası. Yox, yaxşısan. Rızanın köklü mənzilləri. Nədir, pisdir? Yox, pis deyil. Baxma, şey yazarsan. Xanlarovlar MMC. Bura bax, onun sənə heç dəxli yoxdur. Lazım gəlsə onu da yazaram. Ya, yazarsan, sən yazarsan. Mənə bax. Toğrul danışdı səndən. Hə. Nə deyirdi? Nə danışdınız? O restoranın pulunu soruşurdu da, hardan almısan? Doğrudan, yaxşı yadıma düşdü. Elə mən də onu soruşacaqdım səndən. Sən bir gün içində hardan tapdın ki, o qədər pulu? Nurlandan götürdün də. Nə? O da. Ört qapını. Nə olub Xavər xanım, niyə əsəbisiz? Mən sənə əsəbləşmirəm ki. Mən özümə əsəbləşirəm. Özümə əsəbləşirəm ki, sənin sözündən mən türməyə getdim. Xavər xanım, Nurlanla görüş ala bilmədiniz, ona görə əsəbisiz? Görüşdüm. Amma heç nə demədi. Necə yəni heç nə demədi? Niyə? Solmaz deyir ki, bizim aramızda heç nə olmayıb, düzdür deyir. Mən qız istəmişəm, amma qız mənə üz verməyib.
Ay yalan deyir. Xavər xanım gözünün içinə qədər yalan deyir. Samirimin canı üçün yalan deyir. Mən Lalə ilə danışanda ondan söz aldım. Lalə də mənə dedi ki, öz aralarında üzük taxıblar. Az elə bir şey olsaydı mənə deyərdi də. Öz onu sərf eləyər demək. Yəqin ki, Lalə səhv başa düşüb ya da ki, yalan deyir. Yox. İki dünya bir olsa Lalə yalan danışmaz. Xavər xanım o gədə özü yalan danışır. Olmaz mənim əsəblərimdən oynama. Bu oğlanın qızla arasında nəsə olsaydı açıb mənə deyərdi. Lap belə toğrunun acığına. Deyərdi ki, mən ondan evlənmək istəyirəm. Deyir ki, mənim qızla aramda heç nə olmayıb. Mən düzdür, qızı istəmişəm. Amma qız mənə üz verməyib. Bax belə dedi. Mən başa düşə bilmirəm. Sən bunu hansı ağılla eləyirsən? Hansı ağılla? Sən niyə imkan vermirsən mən xoşbəxt olum? Ay qızım, mən də sənin yaxşılığın üçün eləyirəm də, nə eləyirəm ki? Eləmə. Mənə yaxşılıq eləmə. Sən mənə pislikdən başqa heç nə eləmirsən. Ay qızım, vallahi sən belə danışanda mən pis oluram, Bura bax, sən ürəyini buz kimi saxla. O gədə hələ türmədədir, oradan da çıxmağına çox var. Sən belə rahat danışırsan, sən belə rahat danışıb məni daha da dəli eləyirsən. Elə bir gedib konfet kağızı almısan. Dəlinin nəyin dəli eləyəcəm? Dəlisən də, oxşamsan da, deyib oxşamçına. Zibilə salırsan da, mənə həmişə zibilə salırsan sən. Şəkiniz kəsilsin sizin, hə? Nə oldu burada? Nə dedin yenə bu qıza? Heç nə deyəcəm ki? Kömək istəyirdi, mən də bir ata kimi borcumu yerinə yetirməliyəm, eləməliyəm də, nə istəyirsən? Allah kəssin elə sənin atalığını, elədin köməyi. Kökünüz, nəsliniz kəsilsin sizin, hə? Yaxşılığı yox da sizə. De, şirkətə ad seçirdim də, gəldiniz zirzibirinizi tökdünüz bura. Soğum səni elə şirkətinlə. Gərək nəs danışasan da. Yeri get, yediyiməyini pişir, sopunu pişir. Allah kəssin səni. Kökünüz kəsilsin. Camal müəllim, o oğlu neçə vaxt türmədədən olub? Gözləsin də. Nə deyirsən ha sən? Nətən neçə vaxt içərdədir? Biz səninlə nə danışmışdıq? Mən sözümü tutdum. Hə? İndi sən də sözünü tutmalısan. İndi sən öz öhdəçiliyi yerinə yetirməlisən. Nə danışmışıq səndən? Nə? Camal müəllim, mən sözümü tuturam. Bir dənə uşağın bir dənə gözləri açılsın, mən gedib onu görmək istəyirəm. Sonra nə deyə hiss eləyərəm də mən. Nə olar? Ulas, mən burada uşaq deyilsən, belə kövrək şeylər yaşatmayı mən bilirəm, başa düşürəm. Uşağına görə mən də pis oluram. O uzun çəkəcək. Sən gedənə, sən gələnə. O yetim neçə ayda orada qalıb, ölür. O bugünü gözləyirdi. Camal müəllim, qurban olum sizə, yalvarıram, nə olar? Mən burada ürəyim ağrıyır, orada can çəkir. Nə olar, qurban olum, bir dəfə görüm onu. Bax, nə deyilsiz, nə istəyirsiz eləyərəm. Vallahi nə istəyirsiz eləyərəm. Amma birinci bir dənə uşağımı görüm, sonra nə deyilsiz eləyərəm. Nuray, biz birazdan Muradla parka gedəcəyik. İstəyirsən sən də gəl. Yox, siz gedin. Gəlin və gələrəm sizdən. Ata, yaxşısan? Ana nərdədir? Otağındadır. Solmaz xalanla söhbət edir. Atoma heç vaxt belə səbir görməmişəm. Deyəsən nəsə ciddi bir şey olub. Solmaz, bundan sonra bilmədiyin, əmin olmadığın şeyləri gəlib mənə demə. Bu artıq neçinci dəfədir ki, sən məni pis vəziyyətə qoyursan. Ay Xavər xanım, yenə mən yetim günahkar oldum. Mən indi harda nə eşitdim, gəldim bitə sizə dedim də, nə edeyim mən yazıq? Bilməsinlər məqsədimiz eləyir də, Xavər xanım. İndi siz onun ac
gözlüyünü ortalığa çıkarmak için alışverişe gönderdiniz. Neydi? Mahalle orada olmasaydı planınız baş tutacak. Ben de onun pul bir olduğunu sübut eləmək için bütün evin bazarlığının pulunu koydum qabağına. İndi mən neyinimi götürmədi də, pulu götürmədi. Şanslı çıxdı da. Mən yazıq neyinim, günahım nədir ki? Solmaz, bütün bunları eləməklə nə dəyişdi ki, hə? Nə oldu ki? Əksinə Toğrul qızı daha çox sevdi. Solmaz, bax burada dayanmaqla, danışmaqla heç nə həll olmur. Heç eləmək lazımdır, hərəkət eləmək lazımdır. Deyirəm də, mən də onu deyirəm ki, öldü var, döndü yoxdur. Vallahi bax, nə olur olsun biz bu işi əvvəl-axır həll eləyəcəyik. Ha? Cangir, Sen çık. Kapını da bağla. nə istəyirsən sən işte? Otur. Nəsə olub? Biz neçə ildə evliyik? 35. 35. Sen evvel de böyleydin yoksa sonradan böyle olmuşsun? Sen evveller de benim arkamca gizli işler görürdün yoksa yok. Başa düşmürəm, mən sənin arxanca nə vaxt gizli işlər görmüşəm. Bestikaver. Sen çok güzel bilirsen ki ben neden danışırım. Eğer böyle yalan danışmaya devam edersen, bakmaram 35 yıllık evliliğimize. Boşayarım seni. Özü de çok güzel bilirsen ki benim yalanla zehlem gelir. Solmaz xalam. Cahangir müəllim nəyə əsəbləşib? Səsi götürüb aləmi. Ay kız, git işine meşgul da. Bir şeyi de bilmedi Ayten, çık git. Yaxşı, mən gedim, sən də yaxşı qulaq as. Biraz qapıya yaxın dur. Nurlan, ha bu yetim ne değil ki, bu yazık değil ki. Gedim görüm uşağım necədir, əməliyyatdan çıxıb özünü nə cür hiss eləyir, sağdır, sağ deyil, nədir? Ondan sonra gəlim izahatımı da yazım, polisə də gedim təslim olum. Yetim nə desin ey daha bundan başqa? Salam ey. Nə desin ey bundan başqa? Gedim qolunu tutum sürüyüm gətirim mən onu. Ha bilirsən nə var? Kiminsə uşağının mənə heç bir dəxlisi yoxdur, başa düşdün? Nurlan, biraz səbirli ol da, bəsdir də. Ha nə səbri? Nə səbir? Ha başa düşürsən səbirim qalmayıb. Başa düşdün? Nə var ağzını açırsan səbirli ol, bəs də. Mənə bax. Əgər nişan gününə qədər məni buradan çıxartmasan, bax sən axırıncı dəfə deyirəm. Gedib o xavərə hər şeyi deyəcəm. Başa düşdün? Ondan sonra özün bilərsən. Alo. Sən qalmışam bu qoduğun əlində, bu zibilin əlində. Gör mən günə səviyyə düşdüm ha. Bunlar mənə, sən mənə hədəliyəcəksən, mənə şantaj edəcəksən ha. Şərəfsiz. Bayaqki danışıqlarımızı eşitəndə özümə yer tapa bilmirdim. Heç utanırsan. Hə? De görüm həbsxanaya niye gitmiştin? Haber cevap ver. Yoksa elə birdin heç şey bilmeyecek ha? Həbsxananın reisi məni zəng eləyəndə mən utandığımdan bilmədim neyniyim. Sən axı niye belə elirsə ki mən kiminsə yanında pərt olum? Cevap ver də, niye danışmırsan? Niye getdiyini de ha? Lemanın keçmişini öyrənmək üçün getmişdim. Sen niye o kızdan el çekmirsən? Eğer Toğrul'a lazım olsaydı o kızın geçmişini öğrenerdi. Eləmir də eləmir. Toğrul heç nə eləmir. Toğrul o qızı görəndə gözü bağlanır. Dünya aləm veçin olmur. Mən də getdim, öyrənmək istədim. Keçmişini bilmədiyimiz bir qızı mən bu evə gəlin gətirmək istəmirəm. Ne oldu? Öğrenebildin? Hə, Hə, öyrəndim. de görüm. Keçmişdə bu qızın bir sevgilisi olub. Sonra?
Sən demə yalanmış. Sən də onun bunun sözünə inanıb gedib belə işlər görürsən. Məni cəmaatın içində biabır eləyirsən. Hələ utanmadan da gedib nikah müqaviləsi hazırlayıb qızın qabağına qoymuşsan. Sonra da gördün ki, sənin qurduğun planlar həyata keçmir. Getdin evin qulluqçusu ilə bu qıza qarşı işlər görməyə başladı. Axı sən nə vaxtdan bu Solmazın sözünə qulaq asan olmuşsan, hə? Əgər mənim onun ərinə can borcum olmasaydı, o bir günlə bu evdə qalmazdı. Qoy geçsin ərinin ruhuna dua eləsin. Xavər, o qız sənin gəlinin olacaq. Sənin nəvələrinin anası olacaq. Sən onun gözünün içine necə baxa biləcəksən sonra? Heç vaxt mənim gəlinim olmayacaq, bildin? Heç vaxt! O qız Toğrula layiq deyil. Mən nə edirəmsə uşağımın xoşbəxtliyi üçün eləyirəm. Bütün bu oyunları Toğrulun xoşbəxtliyi üçün eləyirəm. Mən istəmirəm ki, o qız gəlib mənim oğlumun həyatını məhv eləsin, bildin? İstəmirəm. Əgər o qız pisdirsə, get bunu Toğrula de. Qoy Toğrul özü qoy qərar versin. Sübutum yoxdur da Cahangir, sübutum yoxdur. Sübutum olsaydı bu dəqiqə gedib Toğrula deyərdim hər şeyi. O qız özünü elə maskalayır ki, elə bir dünyanın ən təmiz adamıdır. Qarda elə yeriyir ki, iz qoymur, tuta bilmirəm. Mənə bax, Xavər. Bəlkə qızın doğrudan da heç bir səhvi yoxdur. Amma xalası elə demir. Öz doğma xalası bu qızın oyunlarından baş aça bilmir. Sən nə vaxtdan o Solmazın sözlərinə inanan olmuşsan, hə? Mən nə inirəmsə övladlarım üçün eləyirəm. Nə inirəmsə onların xoşbəxtliyi üçün eləyirəm, vəssalam. Eləmə, Xavər. Heç nə eləmə. Sən belə eləməklə uşaqlarını xoşbəxt yox, bədbəxt edirsən. Belə oldu Cahangir, mən sənə xatırladım. Yadındadır, o vaxtı o qadına görə bax, məndən belə dalaşmışdın. O əxlaqsız qadını səndən, uşaqlarımdan, ailəmdən uzaq necə tutdumsa, indi də elə eləyəcəm. Mən Toğrula görə hər şey eləyərəm. Bildin? Qoymaram ki, o qız bu evə gəlin kimi ayaq bassın. Qoymaram! Sənə görə utanıram. Utanıram. Xavər xanım, nə olub? Cahangir müəllim elə əsəbi idi ki. Çıx, tək qalmaq istəyirəm. Xavər xanım, siz narahat olmayın. Biz bu məsələni kökündən həll edəcəyik. Heç nə eləməyəcəyik deyirəm, heç nə eləməyəcəyik. Cahangir hər şey bilir. Fikirləşmək lazımdır, başqa şey fikirləşmək lazımdır. Eşitdin, heç nə eləmirik, indi oturub gözləyirik, vəssalam. Xavər xanım, qurban olum, gözləməyə vaxtımız yoxdur. Dedim, heç nə eləmirik, olmaz, heç nə. İndi belə çıxır ki, razı olacaqsınız da. Ləman gəlsin bu evdə barmağında üzük, bu evə gəlin olsun. Razısınız? Bilmirəm. Hələ ki ağlıma heç nə gəlmir, heç nəyə fikirləşə bilmirəm, heç nə. Oturub gözləmək lazımdır, vəssalam. Başqa yolu yoxdur. Xavər xanım, siz mənə qulaq asın. Cahangir müəllim də kişidir. Hirslənəcək, əsəbləşəcək. Sən də üz vermişəm, ha deyilsən. Nişandı da cəhənnəmə. Bir üzüydü də almışam, elə də ataram çölə. Adam var, oradan evlənir, buradan boşanır. Cəhənnəmə ki. Amma mən imkan verməyəcəm Ləman o Toğrula getsin, başa düşdün? Mən qoymayacağım bu evə gəlin gəlsin, o qoymayacağım. Yaxşı, əsəbləşməyin. Bəsdir, Solmaz, bəsdir. Planlar qurma mənim üçün burada. Çıx! Bir də bilsəm ki, məndən icazəsiz, məndən xəbərsiz nəsə fikirləşmisən, məndən incimə. Eşitdin? Çıx. Çıx! Qızım, dayımla danışdım indi. O da dedi ki, ancaq 300 manat kömək eləyə bilər. Başa düşmürsən, bu 3-5 manatla həll olunacaq şey deyil. Mən restoran pulunu verəndən sonra əlimdə 2500 manat pul qalır. Onun üstünə hələ yenə də 2500 manat qoymalıyam ki, Nurlan pulunu verə bilim. Hələ restoran pulunun yarısı da qalır.
Ne olub sən? Özün günahkarsan da. Gərək ayağımı yorğanıma görə uzadaydın da. Bəs fikirləşmirdin ki, belə olacaq. Mən Nurlanla əlaqəmi çoxdan kəsmişəm. Mən nə bilim ki, atam gedib ondan pul alacaq. Mənim nə günahım var bunda? Necə nə günahın var? Sən atonla əlbir olub belə işlər görəndə bəs fikirləşmirdin. Fikirləşmirdin ki, sənin aton sənin sözünə baxmayıb gedib Nurlanla yenə pul alacaq, hə? Nəysə. Qoy görüm bu pulu hardan tapa bilirik. Sən mənə bax, de görüm aton Toğrula pulu Nurlandan aldığını deyib. Elə şey Toğrula demək olar. Nə bilim, məncə deməz də. Elə əsəbləşdirdi ki, heç soruşa da bilmədim. Qızım, gəl əvvəlki bu borc məsələsini həll eləyək, yaxşı? Ondan sonra atova zəng eləyib Toğrula nə deyib, nə demədiyini soruşarsan. Mən danışmıram onunla. Yaxşı qızım, mən soruşaram. Yaxşı, sakit ol. Qoy görüm solmaz mənə borc pul tapa bilər. Sən Allah qarışdırma onu. Sonra başlayacaq soruşmağı ki, nə olub, nə məsələdir, qurtdalayacaq, biləndə də şantaj eləyəcək məni. Lazımdır mənə. Nə oldu? Hə? Gəldin mənim dediyimin üstünə. Sənə deyəndə ki, o xalıva çox üz vermə. Mənə qulaq asmırdın. İndi gördün? Nəysə. Qoy görüm kimdən tapa bilirəm pulu. Mənə bax, Laləyə də demə, bilməsin. Başa düşmədim. Laləyə niyə? Lalə səni heç vaxt günahkar bilməz. O Rızanı çox yaxşı tanıyır. Sən Lalənin xəsiyyətini bilmirsən bəyəm, hə? Lalə bu məsələni bilsə susub oturmayacaq. Lalə düz eləyir də bala. Yalan danışmaqla heç ara gedib çıxmaq olmaz, yadında saxla. Of! Salam Lalə. Salam, necəsən? Sağ ol əzizim. Sən necəsən? Çox sağ ol. Atan balası nə edir? Yatıb. Yəqin çox gəzmisiniz. Hə. Təmiz havanı çox sevir. Ona görə rahat yatdı. Lap yaxşı. Lalə. Biraz danışa bilərik. Hə. Sən də mənə nişan üçün pul vermisən.